Salam dəyərli izləyicilərim, mən Əsas Eşan Usta yenə sizinləyəm. Bu günləri mən Çanqan Q707 markalı avtomobilinin çəkişini eləyib sizə göstərəcəm. Deməli, burada belə deyək, belə bir sürtünmələr var, divara dəyib və belə deyək, mən bunu çalışdığım qədər, yəni bacardığım qədər istədim bunu doldurum, amma belə deyək, yəni beləsinə izlər ki qalır. Yəni bu alınmadı. Çünki dəhşət dərəcədə sürtünmələr var idi. İzlər də böyük idi. Yəni xırda izlər olanda adətən belə deyək çox gözə çarpmır, amma böyük izlər olanda məcburiyyət qarşısında fon orada bilinir. Belə deyək, mən inşallah indi bunu hal-hazırda nazik bir şpakulovka çəkəcəm. Az bir miqdarda, yəni ola bilər ki, yəni qruntla da dolduram, amma şpakulovkadan istifadə edəcəm ki, müəyyən qədər kəmkəsirlər də olsun və bunu, bu hissəni yarımçıq beləsinə bacardığım qədər yarımçıq vuracam. Çünki avtomobil sahibi çox-çox xahiş edib ki, yəni yuxarıya qalxmayaq. Bu da əslində düzgün deyil. Yəni burada yəni deyim, vurulayım biləsiniz. Yəni beləsinə bir şəkildə yarımçıq, yəni göstərir ki, yəni yarıya qədər belə vur. Mən də bacardığım qədər çalışacağım ki, yarımçıq vurum. Amma əslində yenə dediyim kimi qapının ortasına, yəni uzunluğuna perixot və yaxud qorizontalni ya vertikalni perixot vurmaq olmaz. Yəni böyük qapıya qorizontal və vertikal heç vaxt vurmaq olmaz. Əgərsə kant varsa mümkündür, yox kant yoxdursa bu yəni belə deyək, icazə verilmir buna. Amma mən də bacardığım qədər çalışacağım ki, bunu yarımçıq belə kraskalayayım. Maksimal dərəcədə çalışacağım ki, bunu işləyim. İnşallah bunları sizə etap-etap çəkib göstərəcəm ətraflı olaraq. Belə bir vəziyyətdədir. Düzdür, bunu söküblər. Ustalar söküb bunu məndən qabaq. Bunlar da zədəlidir. Qara aksesuarlar. Bunları da mən kraskalayacağım, belə deyək. Dəyərli izləyicilərim, mən perixodunu vurmuşam, bazanı da vurmuşam, milvarini də vurmuşam, lak da vurmuşam. Dəyərli izləyicilər, lak bu hissəyə qədər gəlib, buradan düşür aşağı, dalin şey gəlir bu hissəyə qədər. Bunu indi mən sizə göstərmək istəyirəm. Çünki belə deyək, şaqren birə-birdir, düzdür. Qapıda yəni zavasko, yəni ki qırışlar var. Prosta ki çox böyük riskli məsələdir. Yəni mən çox böyük risk altına girdim ki, bu hissədən perixod atdım. Əslində dediyim kimi qapıya ortaya qorizontal və yaxud vertikal perixod atmaq olmaz. Yəni lakda yəni atmaq olmaz. Lak gərək mütləq şəkildə bütöv vurula. Bunu yəni vurğulayım. Adətən yəni rastıma gəlib görmüşəm. İndi də mənim öz başıma gəldi. Bu da belə deyə müştərinin yəni ki belə deyə icazə verməməsi. Yəni müştəri yəni icazə vermədi. Burada görürsünüzsə ağ yer qalıb. Bu ağ yerdə şkurkanın yeridir. Bu saat mən sizə indi göstərəcəm. Görürsünüzsə burada şkurkanın yeridir. Bunu mən birə-bir yəni ki belə deyək polirovka eləyəcəm. Bunlar hamısı itəcək. Yəni bu hissəni yəni mən polirovka eləyəcəm. Əlbəttə ki kraskaladığım yerləri də polirovka eləyəcəm. Yüngül az bir miqdarda belə deyək orada burada xırda tozlar ki var. Onları da təmizləyəcəm. Belə deyək bacardığım qədər, yəni zavod da olmasa bacardığım qədər səliqəli bir iş verəcəm. Gördüyünüz kimi, yəni bu hissəyə qədər gəlib, bura bu saat matdır. Mən indi bu saat belə deyək, bu hissəni istadacam və effektə baxacaq. Görürsünüzsə, xət bura qədər gəlir, buradan sonra xət yoxdur, çünki mən buranı istatdım. Bunu mən polirovka edib bu hissəni təmizləyəcəm. Birə-bir yəni ki gələcək yerinə. Görürsünüzsə burada itdi, amma bu hissələrdə isə qalıb. Xət qalıb, yəni bura matdır, bura isə laklıdır belə deyək. Belə dəyərli izləyicilər, bunu mütləq şəkildə mən sizinlə paylaşacağım bunu. Mən buna belə deyək. Görürsünüzsə necə gedir. Düzdür, qapının özündə yəni qırışlar var. Yəni bu, yəni bütün maşınlarda var, bütün cin maşınlarında var, görürsünüzsə. Yəni buralarda yəni problem yox idi. Sadəcə olaraq burada cızıqlar ki var idi. Bir də veskraska, yəni işi görüldü burada. Ondan sonra belə deyək mən buranı
doldurmaq istədim, amma doldurmaqla dəyərli izləyicilər alınmadı. Çünki risklər, yəni izlər daha çox böyük idi deyə o baxımdan yəni alınmadı. Mən dəfələrlə yəni olub ki, ümumiyyətlə Milvariyə vəbşe mən yox deyirəm. Çünki nəyə görə? Onun toçkasının zadını vurmaq biraz problem olur. Düzdür, %60-70%, 90-100% olmur. Yəni adətən retkallarda olar ki, tində, mində, hardasa bir yer olar. Yəni onu bərpa edib itirmək bu mümkündür. Amma ortalıqda olanda biraz problemli, yəni riskli məsələdir ki, ora girib orada nəsə iş görmək. Bu da belə deyək, risk altına girmək deməkdir. Belə dəyərli izləyicilər, burada görürsünüz. Burada heç nə yoxdur, çünki mən bura boş lak vurmuşam. Baza dediyim kimi yarıya qədər gəlib, milvari biraz üstündən keçib və dalıyca da lak milvarinin üstündən keçib. Bu da belə deyək də, tam əmin ola bilərəm ki, yəni burada heç bir kölgə, mölgə qətiyyən yoxdur. Mən burada Farbordan istifadə eləmişəm və belə deyək, Farbor çox gözəl effekt alındırıb həqiqətən. Yəni kölgə, mölgə heç nə yoxdur. Hamısı ideal bir vəziyyətdədir, dəyərli izləyicilər. Belə inşallah mən bunu polirovka eləyəndən sonra ətraflı olaraq bir də sizə göstərəcəm. Bu moldinglər və aşağı paroku mən kraskalamışam. Çünki çox bərbad bir vəziyyətdə idi. Ona görə də mən onları kraskalamışam. İnşallah iş qutarandan sonra onları da yəni polirovka edib onları da üstünə qoyacağam. Belə dəyərli izləyicilər, bunu mən axırda sizə çəkib paylaşıb göstərəcəm.